Salam əziz izləyicilər və Fikirli kanal takipçiləri. Bu gün sizlərin qarşısında yeni çıxan FC26-nı bir yerdə baxacağıq və FC26-nın xüsusiyyətləri nələrdir? Türkçə spiker gəlib və bunlar nədir? Hər şeyi sizlər üçün göstərmək istəyirəm. PlayStation 5-də FC26 sizlər üçün alış etmişəm dostlar və bu videoda birlərdə birinci dəfə də açıram. Yəni dostlar, birinci dəfə də FC26-nı bu videoda açıram. Yəni yeni almışam. Açıb baxmamışam, açıqcası nədir? Videolarda gördüyüm qədərilə türkçə spiker və türkçə arayüzdən gəlir. Yəni FC25-də yeni adı ilə FC-dir, köhnə adı FIFA-dır. FIFA 25-də türkçə spiker yox idi. FIFA 26 ilə bir yerdə türkçə spiker gəlib. Çox uzatmadan keçək biz oyunumuza. Baxaq görüm nə kimi xüsusiyyətlər bizi gözləyir. Standart FC26 loqosu ilə EA Sport reklamı ilə oyunumuz açılır. Açıldıqda ekranda nə gəlir? Alt yazılar, sinematik təbii ki olsun, rəng görülür. Davam etdiririk. EA Sport'un reklamı. Oyunu göstərdikdən sonra çox suallar gəlir mənə. Bunun Ultimate versiyasından standart versiyasının fərqi nədir? Onun haqqında qısa bir açıqlama verəcəm. Bu hal-hazırda mənim oynadığım standart versiyasıdır dostlar. Yəni Ultimate versiyası deyil. Standart versiyası bugün çıxıb. Bugün ayın 26-sıdır, yəni 25-dən gecə saat 12-dən sonra çıxış olub. Yəni oyun artıq birbaşa aldıqdan sonra oynanıla bilir. Bu şəkildə ekranınız gəlir, sözləşmə imzalaması FIFA-larda standart. Tutduğumuz klub seçənəyi, burada fərqli ölkələr var. Azərbaycan yoxdur, gördüyüm qədərilə. Azərbaycan klubları yoxdur. FC25-də Qarabağ var idi. İndi oyunun içində baxarıq görək varmı? Yoxdur Azərbaycan seçənəyi. Uluslararası İsveçrə. Türkiyəni seçək. Özümüzə bir Türkiyə klublarından birini seçək. Yol, Süper Lig. Mən Qalatasarayı seçəcəm. Amma arayüz xoşuma gəldi. Biraz sadə görsənir, amma arayüz qəşəngdir. Aha, ana səhifəsinə gəldik FC26-nın, FIFA 26-nın. Ana səhifəsi biraz fərqlidir, amma yenə də FC25-dəki kimi yenə də bu şəkildə ekranda menyular gəlir. Bu xəbərlər bölməsi, Ultimate Team bölməsi. Ultimate Team FC26-nın Ultimate versiyasını aldıqda açılır səhvləmirəmsə. Texniki direktor kariyeri, yəni bu kariyer modudur. Oyuncu kariyeri, tək oyunçuyla da kariyer modu oynaya bilirsiniz. FC26-da da var. Öz klubunuzu qura bilirsiniz. Burada klublar bölməsi. Santradakı standart yan-yana dostunuzla oynamaq. Bu oynamağa görə məşqlərə qatılırsınız. Sezonlar, turnuvalar, ortaq sezonlar, onlayn dostluq. Onlayndakı bildiyiniz kimi PlayStation-da PlayStation Plus alınandan sonra aktiv olur. Əgər onlayn oynayanlarınız varsa, bu şəkildə məndə standart versiyasıdır FC26-nın. Sezonlar bölməsi, Santra bölməsində də çox uzatmadan keçəcəm indi Santra bölməsinə. Baxaq Santra bölməsindən klublara baxaq. Seçib baxa bilərsiniz. Rəqabətçi oynanış isə klassik yüksək tempolu rəqabətçi FC oynanış deyim. Yəni standart FIFA oynayanlar üçün seçənəkdir. İki seçənək var. Mən standart seçirəm. Klassik maç bildiyiniz klassik oyundur. İstədiyiniz kimi UEFA Çempionlar Ligi də seçə bilərsiniz. Burada kubok da seçə bilərsiniz. Komandalar da burdadır. Mən Galatasaray Fenerbahçe olaraq seçdim. Baxaq görün burada nələr var. Menyusu qəşəng olub, həqiqətən xoşuma gəldi. Menyusu çox sadədir. Takım seç bölməsi standart burada takım yönətimi. Sastavlar bölməsi FC25-ə görə biraz fərqlidir. Daha biraz fərqlidir. FC25 oynayanlar indi görəcək. Sastavlarda bu şəkildə daxil olub istədiyimiz oyunçunu dəyişdirə bilirik. Buradan oyun ayarına keçək, baxaq görək burada nələr var. Bu həmin standart bildiyimiz kontrol cihazları, yəni joystickimizin ayarlarıdır. Statistiklərə buradan baxa bilərsiniz. Buradan istədiyiniz kimi ayarlar və
oyunun vaxtını uzada bilərsiniz. Zorluq səviyyəsi mən amatördə oynayacağam. Sadəcə qol vururuqda Türkcə spikerin Türkcə spikerin reaksiyasına baxmaq üçün amatör qoymuşam dostlar. İstədiyiniz kimi amatör seçənəyinə siz daha güclü rəqib seçənəyini seçə bilərsiniz. Burada stadionlar var, mas koşulları və hava koşulları. Buralar niyəsə açıq deyil, yəqin güncəlləmə ilə gələr. Sağa dönüb doğal çim. Buradan istədiyiniz kimi dəyişdirə bilərsiniz. Yenə standart FC25-də də olduğu kimi ayarlar var. Mən şəxsən gözləyirəm ki, qrafik cəhətdən, yəni FC25-dən də çox fərq olmasın. FIFA-da onsuz da hər il çıxdıqda bu şəkildə olur, amma yəni bu FC26-da Türkcə spiker gəldi və təbii ki, oynanışlarda biraz fərqliliklər olacaq. Amma qrafik cəhətdən inanmıram. Çox vaxtı o şəkildə olur. Qrafikdə çox dəyişikliklər olmur. Amma Türkcə spiker mən baxdığım YouTube-da videolarına baxdım. Təbii ki, daha əvvəldən oynayan istifadəçilərimiz YouTube-da videolarına yüklədi. Bu da kameranın görüntüsünü, yəni kameranı dəyişdirə bilirsiniz. Mən klassikdə oynayıram. Bağlantı izlə, anlatım dili təbii ki, türkcə. Burada fərqli spikerlər var. Türkcə spiker də daxil olub. Türkcə spiker qeyd edeyim ki, e-futbola görə daha gerçəkçi görsənir. Yəni futbolda bildiyiniz kimi, yəni belə deyim də dostlar, çox pis deyildi, amma yəni belə deyim də çox həyəcan vermirdi adama, maraqsız gəlirdi. Buradakı pultların yerini dəyişdirə bilirsiniz. Mən bir dənə burada 4 bucaqla şut yerini dəyişdirmək istəyirəm. Rams Park'tan tüm futbol tutkunlarına merhaba. Bugünkü Türkçe spikerimiz başlayıp danışmağa hep beraber orada biraz konuşacağız. maraqlı gəlir. Başlayaq oynayaq görək nələr gözləyir bizi. Yorumcu koltuğundaysa değerli arkadaşım Ertem Şener oturuyor. Bugünkü Süper Lig mücadelesinin heyecanını hep birlikte yaşayacağız. Galatasaray Fenerbahçe ile karşılaşıyor. Teşekkürler Özkan. Ekran başındaki tüm futbol severler adına seyir zevki yüksek bir mücadele olmasını diliyorum. Herkese iyi seyirler. Baxaq görək nələr gözləyir bizi. Bu top kalecide kaldı. Galatasaray'ın ilk 11'ine geçiyoruz. Lucas Torreira ve Mario Oyuncuların Lemina orta sahanın sastavlarını merkezinde. açıqlayır. Hücumdaysa Victor Osimhen var. Aşağıda görsüz fikir verirsiniz oyuncuların adı keçir. FC25-də bu var idi. Bilmirəm, mən tam Fenerbahçe'nin ilk fikir 11'i. verməmişəm, amma bunda deyəsən təzədən gəl. Livakovic, Fred ve Sebastian Schmalz. Baxıya bir şut çəkək görək. Top ağlara gidiyor. Ha, reaksiyası xoşuma gəldi. Türkçə spikerin reaksiyası, qol vurduqda reaksiyası xoşuma gəldi. Oyuncuların üzlərinə baxaq. Azarkeşlər qəşəng düzəltdilər. Şimdi golü bir kez daha izliyoruz. Defansta büyük bir konsantrasyon kaybı var. Çünkü kaleci iki oyuncuya karşı tek kalıyor. Bu durumda zaten yapabilecekleri kısıtlı. Fenerbahçe topu kontrol edemedi. Baxaq görüm bir dənə qol vurmaq olar. İyi bir pas. Uzak Şut, mesafeden şansını uzaqlaşdı. deniyor. Gayet iyi Qrafik bir məncə o şans. qədər də qrafik cəhətdən FC25-dən çox da fərqi yoxdur. Atılacak gole çok yaklaştı Amma oynanışda məncə biraz fərq var. Oynanış cəhətdən biraz fərqi var. Açıqcası FC25-dən daha effektiv gəldi mənə. Şimdi takım arkadaşları yakınına geldi. Çok uzaklardan sert bir şut. Yəni başqa komanda seçəcəm. Dostlar, bir də Çempionlar Ligi seçmək istəyirəm. Dostlar, bir də Çempionlar Ligi seçmək istəyirəm. Çempionlar Ligində bir dənə komanda seçmək istəyirəm. İngiltərə Ligindən və ya Almaniya Ligindən bir dənə komanda seçəcəm. Baxaq görüm necə olur. Qarabağa baxmaq istəyirəm, görək Qarabağ varmı, amma görürəm təəssüf olsun. Amma FC25-də Qarabağ var idi. Axtarıram, baxın Qarabağ yoxdur seçənək. İndi sonradan güncəlləmə ilə bəlkə Qarabağ gələr, gəlməz bilmirəm, amma çox vaxtı burada
Diğer takımlar bölməsində Avroliqa komandaların içərisində olur. Amma burada baxıram ki, Qarabağ varmı? Yoxdur, təəssüflər olsun ki, dostlar, Qarabağ yoxdur. Amma yəni niyəsə ki, yəni FC 25-də var idi. Bunda niyə yoxdur? Çox maraqlıdır. Özkan Öztürk, yanında kıymetli yorumcumuz Ertem Şener var. Avrupa'nın devlerinin sahne Türkçə spiker aldığı var. UEFA Bir dənə bu Türkçə spikerdə mənə, bilmirəm, sizə də bəlkə də o şəkildə gəldi. Fikir verin, çox oyuncuların adını çəkmir. Top keçdikdə oyuncuların adını çox çəkir. Kontrataktan büyük bir şans yaratabilir. Karşı karşıya pozisyonda çok sert bir şut denedi. Ha, reaksiyası çox qəşəngdir dostlar. Həqiqətən reaksiyası xoşuma gəldi. Sadəcə oyuncuların adını çəkmir. Baxın. Bayern Münih'in ilk 11'de Fikir verirsiniz, bakın çok çekmiyor. Kalede Manuel Neuer, Dayot Upamecano ve Jonathan Tah savunmanın göbeğinde. Michael Olise ve Luis Diaz kanatlarda. Hücumdaysa Harry Kane var. Kaleye vurdu. Nefis kurtardı, nefis. Oyuncuların üzlərinə baxın. Qəşəng düzəldiblər amma. Kimi olmalıdır səhvlərimsə. Aha. Kimi köşe vuruşundan içeriği düşündü. Kaleci bu ortayı çok rahat kurtarıyor. Rakip topa baskı yapıyor. Önde baskıyı sürdürdüler ve topu aldılar. Oho, qəşəng oldu. Gol! Mükemmel bir Qəşəng. gol! Xoşuma gəldi. Baxın Harry Kane. Harika vurdu. Ha, çox oxşadıblar ya oyuncuların sifətini. Ha, çox xoşuma gəldi. İşte müthiş gol bir kez daha ekranda. Belki de kimsenin beklemediği... Oyuncuların sifətlərini çox oxşadıblar. Amma yəni fikir verirəm oyuncuların ayağına gəldikdə top normal olaraq spiker adlarını çəkir, amma bunda yoxdur. Burada daxil olmuşam hesabıma. Deməli bu standart versiyasıdır. Baxaq videomuzun vaxtı nə qədərdir. Deməli bu standart versiyası. Standart versiyasında elə bir seçenek yoxdur. Normal FC 26-nın özü gəlir. Baxın gördüyünüz kimi PlayStation 4, PlayStation 5 dəstəkləyir. Ultimate versiyasında isə deməli burada Ultimate FC 25 standart 6000 FC point verir. Yəni bu online oynayanlar üçün 6000 ədəd point verir. Bildiyiniz kimi pointlər də əlavə ödənişlə satılır. Burada əlavə slotlar var. Bilmirəm nədir? Klub content, kariyer content. Kariyer yəqin burada Ultimate komandalar var. Onları verir. Fərqi budur. Gördüyünüz kimi standartdan Ultimate-in fərqi budur. Təbii ki 2 qat qiymət var. 2 qat yox, amma biraz xeyli qiymət fərqi var. Gördüyünüz kimi həm standart, bu da Ultimate versiyasıdır. Fərqləri bunlardır. Yəni özünüzə yan-yana oynayırsınızsa, online oynayan deyilsinizsə, həmişə deyirəm, FC25 videosunu çəkəndə demişəm. Online oyuncusu deyilsinizsə, dostlarınızla və ya da özünüzə kariyer modu qurub oynayırsınızsa, bunu almağa məncə ehtiyac yoxdur. Sadəcə online oynayırsınızsa, bu Ultimate versiyasını almağa tövsiyə edirəm, çünki burada xallar da verir əlavə. Bu qədər. Videomuz bu qədərdir. Ümid edirəm ki, belə videolar xoşunuza gəlir. Təzə oyunlar çıxdıqda sizlərə çəkib paylaşacağam. Həqiqətən bu videoları çəkərkən əziyyət çəkirik dostlar. Xahiş edirəm kanalımıza abunə olun və maksimum bizə dəstək olun ki, belə videolarla sizlərin qarşısında olaq. Qeyd edeyim ki, bu oyunları əldə etmək üçün FC26-nın şəxsi hesabınızı əldə etmək üçün videonun açıqlama bölməsində Instagram adresimiz var. Oradan klik edərək bizimlə əlaqə saxlayaraq bu oyunu siz əldə edərək PlayStation-da oynaya bilərsiniz. Təqdim etdiyi Fikirli kanalı.